Tıspağıya bax. Hörmətli izləyicilər, əsl bağ evindəyik. Bağlı, bağçalı, güllü, çiçəkli. Tıspağına neynəyək? Bıraxaq getsin də. Get, get. Gəl. Bağçalı, 5 sotun içindədir. Bax, belə bir 2 mərtəbə evimizdir. Deyirsiniz, əsl bağ evi, yəni beton sistemi. Orası bağ-bağçadır. Ördək, dovşan, nə bilim. Evimizin sağına soluna keçməyə imkan var. Deməli, həm şirin suyu var, həm də quyusu var. Burada həyətdə sanuzeldir, ayaq yolsudur. Burada bağı bağçasıdır. Evdə bəzi işlər görülməyibdir. Göstərəcəyik sizə. Bura bağı bağçasıdır. Sıspağamız yağın ki getdi. Getdi. Gəl tap. Almaya bax. Əncil, alma. Buradakı kladovkasıdır. Bu da sol tərəfidir. Bax. Bu tərəfdə də torpaq sahəsi var. 2 mərtəbə evdir. Səhv eləmirəm, qapılar qoyulmayıbdır. İndi özünüz görəcəksiniz. Deyir qapıları da qoyub verəcəm. Zeytuna bax. Əslində indi zeytun vaxtı da Rasim. Çəkdin həyətini. Gedək həyətim evimizin içi ilə tanış olaq. Görək nəyi var, nəyi yox və nə qoyulacaq. Gəl. Deməli belə. Bura mətbəximizdir. Çək görsət. Qapılar yoxdur. Qapılar yoxdur. Qapıları indi eşitdiyimə görə sahibi deyir qoyacağım. Bura qonaq otağıdır. Aboy vurulubdur. Radiatorlar, kombisi var. 180 minə. Bura bir otaqdır, bir qonaq otağıdır. Bir buradır, bir qonaq otağıdır, bir mətbəxidir. Bir də hamam tualetidir. Yandıracağım tərəsimə. Bura ayaq yolsudur, bura hamamıdır. Hamam tualeti ayrıdır, həm də genişdir. Normal ölçüdədir. İndi qalxaq 2-ci mərtəbəyə, buyur, qalx. Sənəd paketdir. Yəni evində, torpağında sənədi var. Və 1, 2, 3 dənə otağımız. 3-lü, 4-lü. Bura bir otaqdır. Çək də, çək. Küləyi görürsən sən. Bu 2-ci otaqdır. Bu 3-cü otaqdır, eyvanı da var. 4 otaqdır, yuxarıda 4 dənə yataq otağıdır. Qaldı bir dənə otaq, sol tərəfdəki. 4 yataq otağı yuxarıda, bir qonaq otağı, bir yataq otağı da 1-ci mərtəbədə. 4, 5, 6 otaqlıdır. Gəl. Qiymətini dedim, sənəd qaydasındadır. Orada sanuzeldir, amma remontu yoxdur, təmiri yoxdur. Yəni, olan nədir, bunu göstərdik. Heç nə, düşək aşağı, yekunlaşdıraq. Təqdimat bitdi. Vəssalam. Bugünlük bu qədər, sağ olun.